Salam, hər vaxtınız xeyir olsun, Avtoidman verilişinin izləyiciləri və avtomobil həvəskarları. Bugünkü verilişimizin usta məsləhəti rubrikasında mən Aqil Cəbiyev, Ford Klub servisi nümayəndəsi olaraq sizlərə Ford Fusion 1.5 mühərriklər haqqında məlumat vermək istəyirəm. Bu gördüyünüz 1.5 mühərrik kiçik olmasına baxmayaraq böyük işlər çıxardır. Yəni bu 1.5 mühərrik turbolarla təchiz olunduğuna görə bu 1.5 mühərrik olmasına baxmayaraq, bu mühərriklərin at gücü 180 at gücüdür. Həmən bu 180 at gücünü də bu mühərrikə verən, bu əlimdə gördüyünüz həmən bu turbodur. Bu mühərriklərin özəllikləri nədir və nəyə görə üstünlük verilir hal-hazırda bu mühərriklərə? Bunlar haqqında istəyirəm sizə məlumatlar verim. İlk öncə demək istəyirəm ki, 1.5 EcoBoost nə deməkdir? Yəni, onun açıqlamasını verim sizlərə ki, 1.5 EcoBoost dedikdə nə başa düşülür? 1.5 EcoBoost dedikdə əsas burada 3 əsas texnologiya nəzərdə tutulur ki, həmən bu EcoBoost dediyimiz, həmən bu 3 əsas texnologiyanın üzərində qurulub. Birincisi, və ya qeyd elədiyim kimi, turbo ilə təchiz olunması, kiçik mühərrikdən böyük bir güc hasil olunması. İkincisi, yanacağın birbaşa silindirlərin üzərinə püskürməsi. Bu isə mühərrikdə daha az yanacaq istifadə olunmasına və qənaətə yol açan amillərdən biridir. Bundan əlavə isə mühərrik hərəkətə uyğun olaraq hava və yanacaq axını tənzimlənir bu mühərriklərdə və bu da ətraf mühitin çirklənməsində qarşısını alan amillərdəndir ki, ümumiyyətlə son zamanlar avtomobil istehsalçıları bu problemləri nəzərə alır ki, son buraxılan mühərriklər ətraf mühitə həddindən artıq zərər verməsin. Bu 1.5 mühərrik kiçik olsa da böyük bir gücə malik olduğu üçün bütün sürücülər, yəni bu 1.5 mühərrikdən istifadə edən bütün sürücülər razı qalır, servisimiz tərəfindən də qulluq olunur, yəni elə bir şikayətlər yoxdur. Amma turbo dedikdə, yəni bu hissədə turbo varsa, bu mühərrikə biraz qayğını daha da artırır. O da nədən ibarətdir? Əslində bu mühərriklər sürücü dilə desək, kaprizli mühərriklər deyil. Sadəcə olaraq bu mühərriklərə sürücü düzgün vaxtında qulluq olunmalıdır. Əsas burada qulluq olunması məqam yağdır, yəni yağ mayesi. Yağ mayesi düzgün seçilməlidir və vaxtında dəyişilməlidir ki, mühərrik sıradan çıxmasın və bu gördüyünüz turboda sıradan çıxmasın. Çünki bundan əvvəlki verilişlərdə də biz qeyd eləmişik, bunlar haqqında geniş məlumat vermişik. İndi də məlumat vermək, qısa olaraq bildirmək istəyirəm ki, bu mühərriklər yağa və soyuducu mayəyə, yəni antifrizə həssas mühərriklərdir. Ona görə də sürücülər öz maşınlarının qeydinə qalması üçün vaxtında mühərrikin mayesini, yəni yağ mayesini dəyişməlidir və antifriz mayesi kimi adlanan mayeni dəyişilməlidir. Tövsiyə olunur, həmən bizim, belə deyək, yanacaq və bizim şəhərdə olan tıxacları nəzərə alaraq tövsiyə olunur ki, servis tərəfindən 5000 kilometrdən bir bu mühərriklərin yağı dəyişilsin. Nəyə görə? Çünki bu mühərriklərdə turboda yağla işlədiyinə görə, ona görə tövsiyə olunur ki, bu mühərriklərin yağı daha gec dəyişilməsin, 5000 kilometrdən bir dəyişilsin ki, həmən bu turbonun da ömrü uzun olsun. Bundan əlavə də antifriz mayesi qeyd elədim. O isə 2 ildən bir tövsiyə olunur ki, antifriz mayesi yenilənsin və yenisinə əvəz olunsun ki, mühərrikdə əlavə problemlər olmasın. Mühərrikdə əlavə problemlər nələr ola bilər antifrizlə bağlı? Məsəl üçün, pompa və termostat kimi adlandırılan ehtiyat hissələri ki var, onlar antifriz, yəni soyuducu maye keyfiyyətli olmadıqda, onlar da sıradan çıxır və nəticədə mühərrikdə sürücülər arasında qızma kimi adlandırılan mühərrik qızır və mühərrikdə problemlər yaranır. Mühərrik qızdıqda dedikdə nələr başa düşülür, onu da sizə izah edeyim. Gördüyünüz həmən bu mühərrik blok və mühərrik başlığı, yəni qalovka kimi adlandırılan hissədən ibarətdir.
Mühərrik qızdıqda isə bu mühərriklərdə onu da qeyd edeyim ki, əsasən qızanda həmin bu blok hissədə problem yaranır. Çox yerdə mühərrik qızdıqda həmin bu mühərrik başlığı adlandırılan, həmin bu qalovka kimi adlandırılan hissə çıxarılır və orada aralıq qatı var. O dəyişdirilir və yenidən quraşdırılır. Bu isə problemin yenidən təkrarlanmasına yol açır. Və ona görə də biz servis tərəfindən məsləhət görürük ki, əgər həmin o mühərrikdə, hər hansı bir mühərrikdə sürücü ehtiyatsızlığından mühərrikdə qızma problemi yaşanıbsa, mühərrik tamamilə çıxarılsın və hissələrə ayrılsın, lazım olan detallar dəyişdirilsin və mütləqdir ki, orijinal ehtiyat hissələrindən istifadə olunsun. 1.5 mühərriklərin 180 at gücü olmasının səbəbi bu gördüyünüz həmin bu turbodur. Bu turbo ilə təchiz olunmasaydı, 180 gücü olmayacaqdı. Yəni 180 gücü olması üçün ən azından bu mühərrik 2.5 mühərrik olmalı idi. 2.5 mühərrik həm belə deyək, sığorta xərcləri, digər xərcləri çox olduğuna görə, ona görə hal-hazırda ümumiyyətlə dünya üzərində avtomobil sənayesi kiçik mühərriklərə üstünlük verir. Bu səbəbdən də burada əsas buna at gücü verən bu gördüyünüz turbodur. Əgər sürücü məsuliyyətsizliyindən yaranan yağ problemi olsa, yəni mühərrikdə düzgün yağ seçilmir, mühərrikdə düzgün yağlanma getmir və mühərrik sökülməyə məcbur qalır. Adətən yağla bağlı yaranan problemlərdə mühərrik təmiz sökülmür. Yəni hansı hissəsində yağla bağlı problem yaranıbsa, həmin hissəsi həll olunur. Adətən olur ki, yağlanma problemi olur. Bu üzərində gördüyünüz həmin bu raspredval kimi adlandırılan hissədə düzgün yağlanma getmir və mikrofiltrlər tutulur. Bu da yenə də gəlib çıxır yağ mayesi, düzgün seçilməyən yağ mayesi və həmin o vaxtı-vaxtına dəyişilməmək. Nəticədə raspredval GDA istəkanı, yəni yüksək təzyiqli nasosun istəkanı və yüksək təzyiqli nasos sıradan çıxır. Yəni bunu da üzərdən həll eləmək olur. Bundan əlavə də yağla bağlı yaranan problemlərdən biri də həmin o val kimi adlandırılan hissədə olur və həmin o valın üzərində kladiş kimi adlandırılan hissələr var ki, həmin o kladişlər və həmin o val düzgün seçilməyən yağ və vaxtında yağ dəyişdirilməməsinin səbəbindən sıradan çıxır. Ya olur ki, mühərrik üst hissədən təmir olunur, ya da olur ki, mühərrik alt hissədən təmir olunur. Yəni yağ problemindən adətən ən pis hallarda çıxarılır. Yəni adətən yağ probleminə görə mühərrik çıxarılmır. Və sonda qeyd etmək istəyirəm ki, qısa olaraq sizə bu mühərrik haqqında məlumat verdim. Sonda qeyd etmək istəyirəm ki, bu mühərriklər, yəni Ford Fusionlara təkcə 1.5 ilə təchiz olunmayıb, 1.5, 2 mühərrik və 1.6 mühərriklər ən çox ölkəmizdə gündəmdə olan mühərriklərdir. Dözümlü mühərriklərdir, servisimiz tərəfindən tövsiyə olunan mühərriklərdir. Yəni ən pis halda da servisimizdə bu mühərriklərin yenisi də var. Yalnız bizim servisdə müraciət edib əldə edə bilərsiniz. Təşəkkürlər. Düşünürəm bu verdiyimiz məlumatlar sizin üçün maraqlı oldu. Diqqətiniz üçün təşəkkür edirik. Ünvanımız NCS qəsəbəsi Xəzər televiziyasının yanı Ford Klub Servis.